Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 334. bölümüne Allah'ın lütfu keremiyle başlayacağım. Umarım ki inşallah hayırlı olsun. Bir tane kitap başlamıştık geçen cəlsədə. Mənə çox cəlib idi, amma vaxtın darlığından ötürü eləyə bilmədim onu. Görəm ki, nə haqdadır. Bundan belə ki, kitabı da sevirdim. Məcbur oldum tərk eləyəm. İstəyirəm ki, yəni darıxdım, onu görüm o nə üçündür. Qeyddim indi. Təzəşdən istəyirəm onu oxuyam, görüm ki, nə deməkdir. Səadətnamə. Bir dənə də bir başqa kitab açaq. Şərh-i Məsnəvi Mövlana İsmail. Bu ehtimal verirəm ki, qabaqca bunu oxumuşduq. Amma yenə burada gördüm bunu indirmişik. Acaba aynı kitabdır? Yoxsa bəli, fikrim həmin kitabdır bu. Aynı kitabdır. Görmüşəm bunu. Bir baxarıq buna, sonra görürük nə cürdür. Əvvəlcə də o, bugünkü görək ki, nə var, nə yox. Biraz da dalıya qeydəcəkdim, çünki o uşaqları ölmüşdü. Oradan buna bir şey olmuşdu və oradan biraz oxuyaq, görək ki, nə oldu qəziyyə, nədir bu, cəlib idi. Hər halda dedi ki, Peyğəmbərlərin əvvəl ələmlərindən danışdı. Ondan sonra cigərpariyə, həmzəyə, seyyid-ü-şəha və mehnəti əhl-i beyti rəsalət və müsibəti xaniyə dadiyə ismət təharət ismət-ü təharət və sırışqi dərdə alud bətul uzra Həzrət Fatimə Zəhranı deyir və fərqi xunalud Əli Mürtəza لب زهر چشیده نور دیده زهرا و لقای دمالای شهید کربلا حب ماتم خانede zuhur almıştır ya etmiştir üzrem ve sercümleyi bu kaşanede sudur eylemiştir ve sair bela çeşidagان ümmet ve mihnet residagان âli himmet külliya bu evde demiştir. Bu külliya bu evdə nimişdir. Evdən imişdir. Yəni bu evdən imişlər, bu şeydənmişlər. Ya bu ayrı bir şey, bunu oxuya bilmirəm. Bu oddən imişlər də ola bilər. Bu oddən imişlər. Daha yaxşı olur. Yəni bu cür bir od düşüb canlarına. Sonuncu cümlədə də ehtimalən bunu deyər. Külliya bu oddən imişdir və bu dudi və bu dərdə boyanmışdır. Qit'ə aləm bəlahay tu mehnət gedə است وین مهنت و غم نصیب هر دل شده است هر جا که نگاه می کنم در ره تو دل خون شده سوخته غم زده است دل خون شده سوخته غم زده است. Ey aziz, heç bir şərə döküldü və heç bir peyğəmbərin sər-i səadət əsərinə gərd mehnət səçilmədi ki, fərqədsay Həzrət Zeynülməhşərə səçildi. Nitəkin bu mənidə buyurulmuşdur. Yəni özü Həzrət Peyğəmbərin tərəfindən nəql olub, məchul deyilir, buyurulmuşdur, yəni demişdilər. Ma uziyə nəbiyyun misli ma uzəytu və heç bir peyğəmbər, burada hədisi məniləsən bu olar ki, heç bir nəbiyə əziyyət olmadı o qədər ki, mənə əziyyət oldu. Və heç bir peyğəmbərin əhl-i beytinə o mərtəbədə cəfa eyləmədilər ki, əhl-i beyti xaci kainat və əvladi əmcadi əmcədlərin cəmidir. Əmcadi məfxər mövcudata eylədilər. Fikirəm bunları oxumuşdum. Hətta kitabın o Kitab-ı Mir'atül Cenat'dan da
Oradan oxumuşdum heç olmasa. Buradan hər halda gəlmişik, buradan davam eləyək. Ol cümlədən biri vaqei şəhədai Kərbəladır ki, heç didə ol günə müsibəti xakidan پر اخران dünyada müayinə etmədi. Müayinə eynidən gəlir. Eyni yəni göz. Müayinə eləmək yəni gözlə görmək. Və heç cuş ol nov əbəliyyəti heç bir zamanıda eşitmədi. Cuş qulaq. Qət'ə. Ta dəhr هست واقعی زین صعب تر ندید. تا دهر هست واقعی زین صعب تر ندید. هر کس خبر شنید کسش با خبر ندید. چشم زمانه بر ورقی چرخ قصه ای پرسوزتر ز حال شبیر و شیر ندید. کتابی مرآت الجنان'da İbn Abdülberri İmam Hasan Basri'dən nəql edir ki, vaqei Kərbəlada Əhl-i Beyt Risalətdən 6 adam Həzrəti İmam Hüseyn məali şim birlə cam-ı şəhadət içib və cinahi səadət açıb azimi daril mülk məlik daril mülk cinan üstən mülk məlik olmayacaq daril mülk cinan və mehman xan غفران oldu ki ol əsrdə onlara şəbih و مماثل və nəzir و müadil yox idi. Məsabihul qulubdə bir ayrı kitabda məzkurdur ki, Kəbül əxbar, havadis və fitən ki məlahimdə kitab adıdır və kütüb-i mütəəddidədə də gətirmişdi və əhl-i Mədinəyə xəbər vermişdi ki, əkbəri fitən və əzəmi mihən qətl Hüseynidir. Oldəm ki, qətil tiğ əşrar ola, matəmində 7 osman xunvar ola. Hüzzar məclis etdilər ki, beyt. Görmədik, eşitmədik aləmdə hərgiz bunu. Kimsə üçün asman matəm tutub qan ağlayar. Görmədik, eşitmədik aləmdə hərgiz bunu. Kimsə üçün asman matəm tutub qan ağlayar. Etdi ki, o adam dedi. Veylikum ennel qatl Hüseyni emrun azim və xətib cismidir. Zira farzand xatəm peyğəmbərən xətib cismidir. Xətib yəni hala indi özü deyəcəkdir. Zira farzand xatəm peyğəmbərən və səbt rəsul axir zamandır. پنجم آل عبا و نور دیده فاطمی زهرادر و اولی خدای بی همتا حق چون چی cümle məxluqat qəbzi qüdrətində və çuy can-ı kəəb çoğan iradətindədir. Mutali qulub gördüm şul zamanıda ki, Hüseyni şəhid edələr qovm-i məlaik və məkan səb ərayikdən bir çox روزه مینو بهجت و türbe cennet fəhətlərində qərar edələr. Ta qiyam-ı qiyamət matəm edib, mانند səhab nobəhar ələt təvali əşqbar olalar. Və روز adinə də və şəb-i cümədə 70.000 fəriştə nüzul edə. Balay qəbr şərifində giryə و zari qulub ələs-səlah, qulub ələs-səbah səvami aliyələrin gedə. İmam-ı Humam sükkan asman miyanində Abdullahi məqtul və əhl-i zəmin yanında Abdullahi məzbuh və deməklə ma'rufudur və firiştigan dərya arasında Hüseyin məzlum və firiştigan hava arasında ortasında və firiştigan hava ortasında Hüseyin şəhid deməklə mavsufudur. Diqqət buyursunuz, burada görürsünüz, kəlmə o zaman ki tikrar olacaq, ayrı bir kəlmə tapır, bir ayrı söz tapır. Məsələn, bu üçdaniyə diqqət eləsək, deyir ki,
امام همام سکان آسمان میاننده میان، عبدالله مقتول و اهل زمین یاننده میان و یان، عبدالله مذبوح و deməçlə mərufuddur və firiştiqan dərya arasında, dərya arasına diqqət buyurun, burada ara dedi. Hüseyin məzlum və firiştiqan hava örtəsində Hüseyin şəhid deməklə mevsufudur rübai. بر قتل حسین ارض و سما می گریند، از عرش علا تا به سرا می گریند. ماهی در آب و مرغ بر روی هوا، در ماتم شاه کربلا می گریند. و یوم عاشوراده غم جگرسوز و علم ماتم اندوز ilə غمگین و zar. Diqqət buyurun, görün kəlmələri necə gətirdi. Yevm Aşurada غم جگرسوز və علم ماتمی اندوز ilə غمگین و zar و حزین و اشکبار olmaq موجب حصول رضای ربانی و باعث دخول ریاض جاودانیdir. Riyazət, Ruzi, Rizvan, bunlar bir kəlmədəndir. Behişt anlamındadır əslində. Rizvan. Buradakı riyazət deyir və duxul riyaz cavidanidir. Yəni behiştdir. Həman ki, farsça behişt deyirlər. Biz cənnət deyirik ya da türkçədə, əski türkçədə uçmaq deyilir. Əlbəttə uçmağın biraz fərqi var. Uçmaqda ağaçzat yoxdur. Düşüncə, nur, iman, bu cür bir şeylərdir. Yəni mənəvidir. Onda maddi bir şey yoxdur əslində. Və Allahın özü ya yanıdır uçmaq. Nətəkim asarıda varid olmuşdur ki, mən bəka aləl Hüseyni o təbaki vəcəbət ləhul cənnət. Bu da o hədislərdəndir ki, mən qəbul eləmirəm, amma deyiblər buna görə ki, insanlar kesinlikle günah eləsinlər. Yəni təəssüflə Şiə, özəlliklə İrandakı yaşayan Şiələr dünyanın ən namərd, ən xain, ən düşüncəsiz, ən oğru, ən ixtilasçı, ən namussuz insanlarıdırlar. Demirəm hamısı, bu cür deməyim ki, hamıya bir çubuq vurdum, amma Şiə belədir, yəni üst-üstə Şiədə çoxdur. Yəni yax, o birisi məmləkətdə %10, %5 olsa, İran dediyimiz yerdə %90, %95 belədir. Yəni uşaqları çıxsaq, mən bəka aləl Hüseyni o təbaki vəcəbət ləhul cənnə, hər ki matəm Hüseyni yad edib ağləsə və yaxud ağlənsə, bu taza bir şeydir, ağlənsə, özünü ağlatmağa vursa. Yəni ağlamır, amma görsədir ki, məsələn, ağlır. Nuhətçilər bu işi görərlər də, o adamlar ki, pul qazanırlar, onlar görsən, bir ağlamaq sallar. Yaxud ağlənsə, cənnət kərəmsi vacib, cənnətə girməsi vacib olur. Və Carullah Əllamə buyurur ki, hər ki Hüseyin üçün əşqibar olur və duxul cənnətə istihqaq bulur və hər kim ağlarənsə, mən təşəbbəhə qovmən fəvə minhum hökmüncə vədi vəcəbət ləhul cənnədə daxil olur. Qitə, به یاد حسین علی گریه کن، به یاد حسین علی گریه کن که از این گریه پیدا شود آب رد یا آب رو olacaqdır. که از این گریه پیدا شود آب رو. هر آن نامه که قطره نشده سیاه، بدان آب گردن توان شست شوی. بدان آب کردن توان شست و شوی. Bu kitabı müsibət nisabın qıssə güzari və bu qıssə-i purqüssənin qıssedari, eşq və məhəbbət xumxanəsinin
رند سینه چاکی و درد مهنتین مهنت پیمانه سنون مست بیباچی. مثنوی. بلا میخانه سنون درد نوشتی. Üzr istəyirəm. بلا میخانه سنون درد نوشی. انا کاشانه سنون پرخروشی. خرابات اهلنون بیننج زمانی. Bunu oxuya bilmədim. Xərabat əhlinin نیننج زمانی. بلس اخرم آیا بشی اخیم. شراب عشق مستی یعنی جامی. غفر الله و ذنوبه و ستر عیوبه. Bu bende ادنا و çaker birya. Sipahi oğlanları zümresinden olup divan Misri'de. Buranı oxumuşduq. Ona görə buranı gedim o birisi səhifədən yadıma gəlir harcan oxumuşduq. Bir də buradan axirindən oxuyaq. Yox, elə qeydaq əvvəldən oxuyaq gəlsin də oradan oxuyaq, qoymayaq. Sipahi oğlanların zümrəsindən olub divan Misri'də xəzanə-i amiri əmrullah əmmərəllah Teala iləl yevmil axir kütabindən idim. İşğal divanıdan fariq olsam kendi divanım tertibine iştigal ederdim ve yaxud ol erbab طبع سلیم و اصحاب ذهین müstegim ile musahibet eylerdim. Her birinin hین تحریرده خامسی ناصر دürər فصاحت ve nazimi غرر belagat. Fikir edirəm ki, burada nasir olacaq ya tasir. Bu dəlmaq anlamınadır. Xaməsi nasir ya tasir dürər فصاحت ve nazimi غرر belagat بلکه باسط فراید و جامع فواید idi و هنجام تقرید زبان بیانلری امیر کلامی خطی مقال و زمان تخیلده تایر فکرتleri شاهین شکارستان خیال idi و بالجمله آینه خاطرم سیگل سرور ile مجلا و بکری فکرم زیور خیالات رنجین ile مجلا idi. ناجاه کمینجاه قزادن bir taun ibret نمون ظاهر oldu ki ادنا müddette sedای با اسفاه و داد آی و داده ile alemi tuttu. Okuyabilirim. Burada ahu vahu bu tür bir şeylerdi. Avad dildah ile alem toldu. Tufan furet bir mertebe tufan fevat fotların cemi. Tufan fevat bir mertebede cuşan ve umman memat bir mesabide خروشان idi ki زورق تابوت انباز دریا آسا birine tokuzdi ve 20-30 min namazi bir yerden kılınırdı. Sahibi geran ecel خوفinden her kişi heyrete almıştı ve tahammül envatiden a'nak rical amelden kalmıştı. Bu dahiye kibrinin heybetinden
və bu hadisə-i uzmanın dehşətindən həqiqət əl-haqqət məl-haqqə didə-i bəsirət ilə müayinə və zəcrət yevmül fəzəil əkbər gahi müşahidə qılınır idi. Beyt İnçinin واقعی حایله و آنگاه هنوز چرخ گردان و قمر روشن و خورشید انور her kesi ki canına bir ateş düştü. Her kesin canına bir ateş düştü. Narullahül ve kadeh anın sözünden bir alamet ve eşeddül azab anın təsəvvüründən bir ayət idi. Bu vaqiyi cansuzədən dillər xun və bu müsibət matəməfruzədən didələr ceyhun idi. Qət'ə موجزن میبینم از هر دیده طوفان غمی موجزن میبینم از هر دیده طوفان غمی میرسد در گوشم از هر لب صدای ماتمی اهل عالم را نمیدانم چه کار افتاده است اینقدر دانم که در هم رفته کار عالمی عزیزان مصر Yusif Gülçehrələrin gərək əcəllə öldürüb kesrət bukadan vəsv və əbyəzət əynahu minəl hüzni bu Həzrəti Yusifin dədəsinə qeydir ki, Yaquba və əbyəzət əynahu minəl hüzni gözləri ağardı, yəni gözlərinin qərəsi ağardı. İlə və əbyəzət əynahu minəl hüzni ilə mevsuf oldu və əfqan ya əbəği ələ Yusuf ya əbəği ya əfqan ya istiği bu oxuya bilmirəm nə oxunacaq bu ələ Yusuf bir ləmatəm xanə aləm tuldi hər nəxl gül ki tabut فرزندان لاله زاری آراسته قلردی زبانه آتش مصیبتن علامتیدی و هر لاله نعمانی که دستار پسران گلزارده جای گیر oldu اشک خونین والدeynidən işarət idi. Bu əsnada 4 fərzəndi dilbəndim var idi ki, hər birinin əfsər xilqəti, cövhər adab, ulul əlbab ilə məhəllə və mir'at fitrəti seyqəl qabiliyyət birlə mücəllə, təkmil fəzl و kəmalə və təhsil ilm و iştiğalə sənim canidən taliblər və tənmiq süls و xətləridir. Tənmiq süls و təliqdə xoşnəvisan aləmə qələm nəsq çəkməkdə rağiblər idi. Dəst qəza dəst qəza tumar həyatlərin tumar həyatlərin müntəvi və tündübad fəna şəm'i subatlərin müntəfi qıldı. Burada bir şeir də oxumuşdu, özündən oxumuşdu. Çox cəlib idi. Oranı da gəldik. Oxumuşduq. Gedək burada. Görək ki, beyt özünün şeirindən sonra qət'ə dərdi dəcüldür bu ağan çeşminiqarimdən bəd. Aha, bu özünün şeiridir. Buradan gəlir. Beytə gəldi. Tərkib ola çün atəş و آب هوا خاک ترکیب ola çün atəş و آب و هوا و خاک mümkün müdür ki cəm-ü sübat iqtiza edə əfrad mümkünatidən heç bir fərdün bərat həyatına tuğray xulud çəkilmədi. Bərat bilirsiniz bir kağızdır ki yazılar, orada bir pulu mən barat verirəm sənə, sən get baratı filan kəsdən al ginən. Ya filan şəhərə get, orada al ginən. Bu cür bir ünvanda idi, ona görə bərat deyirlər. Tuğray möhürdür. O kağızın üstünə vurarlar. Heç bir fərdün bərat həyatına, yaşamaq bəratına tuğray xulud çəkilmədi.
Xulud yəni cavidan, həmişəlik yaşam. Deyir, heç kəsin ömür naməsinə möhür vurmadılar. Sən ömür boyu, sən uzun yaşayacaqsan, ölməyəcəksən. Heç bir fərdün افراد mümkünatından heç bir fərdün bərat həyatına tuğray xulud çəkilmədi və heç kəsin səfhi zindگانی bəstə ərqam davam yazılmadı. ارقام دوام yazılmadı. قطعه هر کس به بهانه‌ای از این دیر فنا شد عازم آن منزل جاوید بقا باقی نبود کسی به عالم ابدا جز ذات خدایی که ندارد همتا. پس قضای رضادن غیری درمان و بلای صبردن özgə imkan yoktur. Qət'ə gəlir əlbəttə təqdir ilahi. Gərək sən eyniçi nuş et, gərək təlx. Gərək sən eyşini nuş et, gərək təlx. Qəzای mübrəmin dəf'inə hərgiz. Nə cərəxi qadir, nə ki xəy ya da həy qadir olur, nə şəh bəlx. Nə çərxi qadir olur, nə şəh bəlx. Bu babidə və lə in səbərtum ləhuvə xeyrun lissabirin buyurulmuşdur dedikdə rəzəyna bi qəzaullah deyib həmim canidən varid olan qəzaya rıza verdim. Və əfuzu əmri ilallah mübtəqasıncə درون dildən inan ixtiyari yedi məşiyyətə tapşırdım ama. Beyt سرجون وجه گونه را بگذار سر جون وجه گونه را بگذار الرضا به قضا است چاره کار اتفاقا bu اسناده مزاج صحت امتزاج مقاسات arızeyi hirmaniden arz مرزی گرفتار oldu و خمود بارگه مقصودden نایری بت اشتعال buldu. کسرت تف و تابیدن و فرگت تعب و استرابیدن مانندی şöyle şam مقدار طرفت العین bir yerde قرار edemezdim. آخر مرزم درده اشتدادیدن طرف الخطاته میل edip عقده عارضه و سده ممرزه حل oldu. و اذا مرزت فهو یشفینی. Darüşşəfasından şərbət-i şəfa verilib. İllət-i səhhət və səqamət-i səlamətə mübəddəl oldu. Darüşşəfasından şərbət-i şəfa verilib. İllət, səhhətə və səqamət, səlamətə mübəddəl oldu. Vəlhasıl tən natəvanimdə fil cümlə səhhət və mütaliə mudunata qudrət aklıyıb ya da anlayıb el-kitabun nəfis xeyrul cəlis hükmüncə yanımda hazır olan mücəlledata el-ardum. Keyfə ma ittəfəqə içindən keyfə ma ittəfəqə hər nə cür deyir ki, ittifaq elər, bilmirik. Keyfə ma ittəfəqə necə bir ittifaq düşər bilmirik. Keyfə ma ittifaqı içindən birin açıb, yəni təsadüfi. Keyfə ma ittifaqı təsadüfi. Keyfə ma ittifaqı içindən birin açıb gördüm. Mətai bilağətün xacə-i cəhani və vəsf fəsahətün vəssaf bədiül bəyani mənaqib əhl-i beytün mütəhhər və
اهل بیت مطهرین واصفی مولانا حسین واعظ کاشفی müəllifatindən Rovzətü Şəhəda devam edir. Bunları da oxumuşdum, amma gedək bu birisi tərəfdə görək ki, gedir Məkkəyə də, Məkkədən burasını, orasını da oxumuşduq. خب bu da deyir ki və taruk istizharım fərq fərqdanə həmsər qıldı. Bir xidmət ali nəhmət dür ki 600 ildən bəri bir bəndəyə müyəssər olmamışdır. Bu nə idi? Əqranimdən sərəfraz, nə əqran, bəlkə zümri bəndəgan xilafət pənahidən mümtaz edib. Sər iftixarım اوج برج کیوانه و تاریک استظهارım fərqdanə həmsər qıldı. Bir xidmət ali nəhmətdir ki 600 ildən bəri bir bəndəyə müyəssər olmamışdır. Min bə'di neçə ruzigar getmək gərək və neçə leyl و nəhar murur etmək gərək ta ki bir bəndəyə dəxi nəsib ola. وقتا که خدمات مبروره معموره و مصالح سوانه مشکوره علی وجه المرام اتمام و اختتام buldu. O mekan saadet nişaneden رخت اقامتی dürdüm. Hazretlerinin sede-i keyvan rütbet ve etbe-i süreyya menziletlerine yüz ürdüm. Gəlib şahın xidmətinə. Sultan-ı Salatin Əcəm şahi qəpusi bəndəsidir, cahan xusrovləri əfkəndəsidir, ədalət kan asman miqdari, məcmə'i cünud الطاف ربانی و درجاه سپهر اشتبانی سپهر burada bir iştibah kimi gəlir, amma ola bilməz iştibahi, dərgah سپهر aştiyani olacaq ihtimalən. Bəli, iştibahi mən oxuram bunu. Yəni üstündə o cür yazılıb, mən o cür görürəm. Və dərgah sepehr iştibahi مرجع سالکان طریق سلطنت و کامران فرد همایونی افسر تأییدات الهی بیرله سرفراز و مفتخر و آوازه عدالت روزافزونی اطراف ربع مسکونده شایع و منتشردür. بیت الهی تابوت افلاک انجم مبادا نام نیکش در از جهان جم. نصر به تأیید الهی باد منصور، به تأیید الهی باد منصور، ز عدلش جمله عالم گشت معمور. رافع آیات عدالت و رعیت پروری، جامع آیات جلالت و مرحمت گستری، عنوان نامه جهانبانی طغرای منشور کشورستانی، ممهد اساس سلطنت، ممهد اساس سلطنت، مطرز یا مطرر لباس خلافت، مطرز olacaq çünki dərzi sözündən gəlirdi. Dərzi indi tərzi həman. Mütərrir yazıb ehtimalən. Libas-ı xilafət vasitə-i عقد شهریاری دری صدف تاجداری داخی بساط عدل و امامان داهی بساط عدل و امامان ماهی آثاری ظلم و عدوان صاحب گران زمان سلطان ابن سلطان سلطان سلیمان خان ابن سلطان سلیم شاه ابن سلطان بایزید خان. Tamam. Pes kimin zamanında bu kitap yazılıbdı? Saadetname Sultan Süleyman Kanuni zamanında. Sultan Süleyman Kanuni 900-cü ildə doğulubdu. 976-cı, 76-cı ya 74-cü ildə Allahın rəhmətinə gedibdi.
Bu kitab o zaman yazılıbdı. Yəni burada da tapmışdıq 994-cü ildə deyir, əlbəttə qurtarıbdı bu kitab. Amma nədən beləsi olub? Çünki Sultan Süleyman 74-də ölübdür. Buna görə ki, bunu şey eləyək. Bu da əlli başlayayım ki, şey elədim, çırıqdım. Sultan Süleyman Xan ibn Sultan Səlim Xan ibn Bayezid Xan. Əcəl işte Aydad. Sultan Süleyman ibn Sultan Səlim Xan ibn Sultan Bayezid Xan. Umarım ki Sultan Süleyman Yekun məşhur ve Süleyman Qanuni. Bunun ölməyi dedik ki, hangi ildədir? Həm Türkcə deyil, həm də tarixlər hicri deyil. Gene de şeyler. Sultan Süleyman ibn Sultan Səlim Xan ibn Bayezid Xan Süleyman Qanuni. Vilayət 17 Şaban 900 Trabzon. Təxtə çıxmaq 26 yaşında çıxıbdı. Vəfatı 20 səfər 74. Özü savaş sırasında Allahın rəhmətinə gedibdi. İndi bu zamanda bu ölübdür. Nəcür olar ki 74, bu da 94'də kitabı yazıb deyir, qutardım. Nəcür ola bilər? 20 ili ara var burada. Bu 20 ili nəcür biz şey eləyək. Buradan vəsətdən götürək deyək ki 20 il burada ara var. Məsnəvi hər qəndə əzm edərsə məmalik sitan olə nüsrət-i kabdar و zəfər həm inan olə hər qəndə nəsb olunsa xiyam xilafəti ana duای zنده دلان پاسبان ola mədələt cahan arası bir mərtəbədədir ki güncişk zəifül bal həlqi mari nشیمن و کبک دری آشیان دری آشیانه شاهینی مسکن و کبک دری آشیانی شاهینی مسکن qılmışdır şəhbaz dihu ilə şəhbaz deyhu ilə o da bir quşdəhd. Həm aşiyan və şir ahu ilə həm çaşanə آثار ظلم بدء مرفوع و یعجوج مگر رفتن مدفوع و یعجوج مکر فتن مدفوع ایام خجسته انجامlarında قلم بدایی نگاردن غیری bir sərgəşdə və zar və xətt əşarıdan özgə bir sinə çak və siyahkar bulunmaz. Tiğdən qeyri bel bəkliyüb gəcəklik edər xunriz və kəhribadan özgə qoməduği yerdən bir çub qaldırmağa qəsd eyləyə bipərhiz kimsənə qalmadı. Məsnəvi. İstiraf bu kitabın deyib ki, mən niyə istəyirəm bu kitabı yazam? İndi bir belə oxumuşuq, hələ verən bilmirik ki, nə oldu? Özütməz kimsənə dəstin hərama. Uzətməz kimsənə dəstin hərama. Məgər bizim əhli cami ilə əl-xamə.
Kimsənə olmadı dövründə ciryan, məgər bizim səfada şəm'i, məgər bəzmi səfada şəm'i suzan. Bir də oxusam bunu əvvəldən, çünki qələt oxumuşam, bizim dedim orada. Üzətməz kimsənə dəstün hərama, məgər bəzm əhli cami la'l xamə, la'l famə. Kimsənə olmadı dövründə ciryan, məgər bəzmi səfada şəm'i suzan. Qoyub məzlumə çəkməz kimsə xəncər, məgər kim غمزه خونریز دلبر. درون dildən etməz kimsənə مگر چوهی گران اولداخی هر جهجاه. مگر چوهی گران اولداخی جهجاه. Tutubdur pililə pilbanlar ülfət. Gecək aradə qullab məhbət. Kəcək ya kəcək arada yəni qullab məhəbbət. Etməli bu da küçük olacaq. Küçük aradə qullabi məhəbbət. Şücaət و şəhaməti و şücaət və şəhaməti və səhamət و səxavəti bir dərəcədədir ki, əgər rəzm و qəzasi şərhəng meydanıda pəhləvanlıq göstərsəm, hezar dəstümün qıssə və dastani əbtər olur. Hezar dəstümün qıssə və dastani əbtər olur və vücud و səxasi vəsfinin əmanində, ünvanında cövhərfişanlıq eyləsəm, bişumar xatəmin dəftər و divani durulur. Beyt. Mən bunun hardan bilim ki, bu kitabın adın hər halda bildik ki, oğlundan yazıbdır. Çox da gözəl yazıb. Yəni mən bunu sevdim əslində, amma buradan bir şey gördüm. Buna baxım görüm nə deyir. Çünki istəyirəm ayrı kitaba gedim. Bu kitabdan çox oxumuşuq insafən bu günləri. Yəni pis deyil. Həm də rahat oxunur, həm də gözəl oxunur. Yəni düzdür, ərəbcəsi çoxdur. Yəni ona görə də məni eləmirəm. Çünki özümün də zorum çatmır. Amma yəni çox cəlib bir kitabdır. Yəni mən fikir edirəm ki, bu cür bir mətn indi yaza bilən çətin adam tapılar. Demirəm yoxdur, amma çətin tapılar. Çox türkcə, özəlliklə türkcə yazıda çox belə şahkardır. Hər halda deyir ki, və ümərai səfarasi ki, hər biri səməndər atəş şücaət, sicaət və qəzənfər pişi şəhamətdir. Şücaət olacaq o da. Şücaət və qəzənfər pişi şəhamətdir. Qəzənfər şerə deyirlər də, bilirsiniz, onu da bilirik. Ədam Allah sultanəhu və əshərəl talimin. Hələf olan 4 səfə o sultanı tərif edildi zahirən. Burhanəhu lazal riyazul enam به سحایب سماء اجلاله مرقه و بدر در افلاک به لوام زکارا qəbari müşriqiyyə. Tamam, geçək bunlardan. Yəni mən bilmədim sonunda bu kitabı harda deyir ki, bildik ki, oğluna görə yazıb, amma görək nə haqda yazıb, onu istirdim. Aha, gəldik, yetişdik, sonunda tapdıq buranı. Nəsr. Əltaf əmimə füzərai xurdəbin və ətaf cəsimə bələğay fəzilət ayinidən mültəmisdir ki, bu cəridənin hərfinə ənguşt təərrüz qulunmuyə və çeşmi etiraz ilə nəzər olunmaq rəva görülməyə. Zira həfəvat oğamidən bir mərdə ismət müyəssər dəcüldür və məzəllat iqdam əqlamidən bir fərdə iffət mütəsəvvir dəcüldür. Rübaiyyə.
خطا و سهو بر له دقت بر لهی وقت تحریر غلطلر چی خطا و سهو بیرله وقت تحریر غلطلر چی düşse نوچ قلمden بنان lütf ile ıslah kılmak بعید olmaya erbab keremden چون عنوان نامیی نام سعادت عنوان پادشاه جهانی لمرگوم oldu نام نامیسی سعادت نامه deməklə mevsum oldu. Pəs burada dedik kitabını qoyduq adın Səadətnamə. Qəvaid təlifi 10 bab üzərə məbni. Məaqid təzyifi ya təsnifi məaqid təsnifi ibtilayı bazı ənbiyasi və مذایب آل عباسی مشتمل و محتویdir. باب اول ابتلای بعض انبیای کرام علی نبینا و علیهم السلام بیانındadır. باب ثانی حضرت سید الابرار و سند الاخیار علیه السلام الملک الجبار اولان جفای قریش بدکرداری و عزای سایر کفار و فجاری و şərhadət Həmzə və Cəfər Təyyari bəyan edər. 3-cü bab vəfat Seyyidül Mürsəlin əleyhi əfzəl salatül müsəllin və əla alihi və əshabihi əcməin bəyanındadır. 4-cü bab Fatımi Zəhra rəziyallahu anhanın əyyam viladətindən hingam vəfatınədək bəzi əhval səadət məali bəyanındadır. 5-ci bab Əmirəl Möminin və Sultanül Mühəqqiqin ختن الرسول زوج البتول جناب ذوالوهاب علی ابن ابی طالب حضرتinin ایام ولادetinden هنگام şehadetine dek vuku bulan akhbarın beyan ve asarın ayan eder. 6. bab İmam Hasan Alişan elbesehullah libasel gufran. Bu calib sıfatlı İmam Hasan'a deyir Allah ona bağışlamaq paltarını giysin. İlləti ehtimalən 2 şeydir. Biri budur ki, çox arvadbaz imiş. Belə deyirlər. İkincisi, həm də gözəl göyçək yaraşıqlıymış yəni. İkincisi bu ki, Muaviyyə ilə şey elədi. Barışdı. Bir pul aldı, çəkildi qırağa, Muaviyyə devam elədi və hökumət getdi, səltənət modeli oldu ki, indi İranda olur, dəqiqən belə oldu. Nə oldu? Burada dedi ki, İmam Hasan Alişan əlbəsəhullah libasəl qufran Həzrətinin zamanı viladətindən avan şəhadətinə tək bəzi fəzail əleyhi illiyyəsi və xəsail səniyyəsi bəyanındadır. 7. bab Hazreti İmam Hüseynin viladətün və mənaqib aliyyəsün və məratib səniyyəsün bəyan və bəradər səadət mənzəri intiqalindən sonra bedar səadət və bedar yox, برادر دلم و برادری سعادت منظری انتقالından sonra bazı ahval heyret mealin beyan eder. 8. bab Müslim ibn Aqil Ali ibn Talib Müslim Aqil ibn Abi Talib alaf mesayib ile şehit olduğun zikr müzekker ehtimal ve فرزندان سعادت عنوانی اصناف نوای birle mü'rez şehadete erdüşlerin müşirdir. 9. bab İmam Hüseyin Ferruhliqa ve اولاد و اقربا و سایر دوستان صادق الوفا میدان کربلاده اعلای
Bədr ilə müharibə ilə müharibə etlə etdiklərin, elə haman etdiklərin təkrar edilibdir. Müharibə etdiklərin və cam-ı intiqamidən şərbət şəhadət nuş edib bəzmigah-ı uqbaya getdiklərin işar edər. 10-cu bab 2 fəsl üzərə məbnidir. Fəsl əvvəl əhl-i beytə vaqe olan vقایعی منهی و فصل ثانی قتلای امام حسین'in عقبات عقوبات müş'ir ve mühtevadır. Tamam. Bunu biz oxuduq və gördük. Buracan bizə bu qədər yetər. Gördük ki, İmam Hüseyin haqqında elə şəbin əvvəlindən bəlli idi ki, o haqda olacaqdı. Gedək ikinci kitabı açaq. Şərh-i Məsnəvi Mövlana görək ki, bunu oxumuşduq ya yox. Mən buna baxsam bir də əvvəli farsıcadır, əgər bilsəm. Sonra türkcədir. Biraz da oxusam görərəm. Bəli, özüdür. Bunu görmüşük. Bunu görmüşük. Əsla buna ehtiyacımız yoxdur ki, oxuyaq. Möhür də elə odur. Əl-mütəvəkkili alallah abduhu nemətəllah abduhu, belə bir şeydir. Yazılıbdır və bihi nəstəyin elhamdülillahiləzi cəələl məsneviyyəl mənəviyyəl ilahiyyəl rabbani misləs səmavat səbəə təbəqat və hayyiri əbiyatihi el-munirat el-məziyyətil kəvakib durari və nücum sağbat sabitat. Bəli, fikrim həmandır. Həzrət Xudaya və təracib və tər olan şeylərdəndir. Buradan xəttləri də gərək değişsin. Əgər xəttləri değişməsə, yəni əl yazıları değişməsə, yəni ayrı kitabdır. Yəni ayrı dəstxətdir, nəinki ayrı kitabdır. Biraz değişir, amma o deyil. Bu ayrı bir əl yazmadır, fərqli əl yazmadır. Amma görək kim yazıbdır bunu. İndi bunu burada adına baxsaq, oradan bilərik ki, bunu kim yazıbdır. Amin ya Rabbel alemin. Təmmət hazihi nüsxət-i şərifəti fi zəməni dövləti sultan əs-Salatin və kəhvi imam el-Xavaqin Sultan ibn Sultan əs-Sultan Murad Xan ibn Əhməd Xan ibn Məhəmməd Xan ibn Murad Xan xələdəlləh zilaləhu və yəssirhu muradahu və amaləhu fi kulli avqatin və hin fi sənəyi 35 və əlif min 35 من هجرة سيد المرسلين ve əvaxir şəhr zilhəccə fi yevmil xəmis və onillah. Görüm ki, bunu mən oxumuşdum ya yox. Təfəvvülat-ı Sufiyyə. Yox, cəlibdir, mən yazmışam Təbəqat-ı Səfəviyyə Sufiyyəni. Yaxşı. Şərh-i Məsnəvi Şarih İsmail Rüsuxi Çağ Sultan Murad Xan ibn Əhməd Xan ibn Murad Xan Məhəmməd Xan ibn Murad Xan. Dəqiqən bu deyilə fi sənəyi 35 və əlif. Dəqiqən bu deyil. Bunu yazmışıq. Əvaxir şəhr zilhəccə fi yevmil xəmis. Nə calib ki, bunları da ərəbcəsini yazmışam ki, bəlli olsun. Bu kitabı qabaqcan görmüşük, amma fərqi var. Yəni, indi o tapsam əgər, elə burada qalsın, o birisini tapım, görün bundan nə fərqi var.
Şərh-i Məsnəvi. Şərh-i Məsnəvi açım, görək bununla onun nə fərqi var. Fərqlərinə baxaq. Bunu indirmişəm, həttəmən demişəm ki, bunun bir fərqi olar, ona görə indirmişəm, amma əman kitabdır, nömrə də həmandır. Bunu eləyək. Bunu burada qoyduq. Bu da burada kiçildik ikisində. Tamam, bir-birinə yanına qoysaq. Yox, bu səadətnamədir. Səadətnaməni istəmirdim. Tamam, neyək? Buradan bunu çəkərək. Təzəşdən beləsi oldu da indi hər halda. Bu Şərh-i Məsnəvi Mövlana, bu da Şərh-i Məsnəvi. Tamam. İkisini də bir-birinin dibinə qoymuşam, ona görə. Bu da calibdir. Bunu bilmirdim, başarmırdım bunu, amma elə eyni zamanda ikisi də bir oldu. Bunu gətirək bura, bunu da gətirək bura, aha. İndi burada görsəndə, bir-birinin dibində. Şumarələr bir, yazılar bir, əl-xətti bir, oraq burada. Bu kiçikdir, bu böyükdür. Bunu bizə də fəqət kiçiltmək lazımdır. Tamam. Elə bu qədər görərik. İkisi də bir əndazədə olsun, bir böyüklükdə olsun. Oraq aynıdır. Burada möhür gəlir. Aynıdır. Aynıdır. Möhür də aynı vəziyyətdədir. Yəni ayrı vurulmayıbdır ki, deyəm ayrıdır. Hətta burada da bihinəstəyin filan hər şey aynıdır. Burada da bu aynıdır. Xətti də fərqi yoxdur. Tamam. Bunu qabaqcadan oxuduğumuz üçün bu Şərh-i Məsnəvi, Mənəvi filan bunları oxumayaq. Çünki bunu qabaqcadan oxumuşuq. Gedək bir ayrı kitab oxuyaq. Səadətnaməni oxumuşduq. Bu da Şərh-i Məsnəvi. Bunu dilit eləyim mən. İcazənizlə geçsin. Tamam. Funul-ül Bəlağə Şeyx Əhməd ibn Xudaydad Tərazi. Bu funun calib olacaqdır. Canir kitab olacaqdır. Dostumuz ki bu kitabı yükləyibdir. Allah səlamət eləsin inşallah. Cənab-ı Azərbaş cənabları bunu Azərbaş kitabxanasına kanal olaraq Telegramda var, Instagramda da var, web saytı da elə bil var, bilmirəm amma orada elə bil vardı. Orada bunları upload edibdi. Burada yazıb ki, Funun-i Bəlağə Şeyx Əhməd ibn Xudaydad Tərazi 989-i qəməridə bu kitab yazılıbdır. 301 səhifədə. Kitabın PDF-ə baxırıq, biraz kiçildək səhifəyə yerləşsin. Görürük ki, əvvəl elə baxanda görürük ki, bu kitab əvvələn yazıb 301 səhifədir. Bəllidir ki, bunun hər səhifəsində bir səhifə qoyulubdur. Elə belə baxanda görürük ki, bu kitab ingiliscə, əvvəlində bir ingiliscə bir şey var, yazıbdır. Bodleian Library, Bodleian Library ya Bodleian Library, Bodleian Library, Mrs. Eliot 127, Oxford Üniversitesində, yəni bilim yurdunda bu kitab saxlanır. Harada saxlanır? Burada da online hacır tapa bilərsən, onları qoyubdur. Funun-ül Bəlağə, burada onu yazıbdır şeycən. Funun ərəbcə də yazıbdır, almanca da ehtimalən yazıbdır. Mənə belə gəlir, amma language yazıb Persian. İndi baxaq ki, Persian deyə yox. Author yazan Əhməd Xudaydad Tərazi. Latincə yazıbdır. Hand Nastalik. Nastalik xəttinə yazıbdır. Script əl yazması Mir Əli Hüseyn Əl-Hüseyni Əl-Katib. Bu yazan da budur. Yəni adam ki bunu yazıbdır, nüsxəni yazıbdır, budur. Copyright haqqında record origin nə cür yazılıbdır? Manuscript description based on Boston. Bostonda saxlanır Amerikada. Ehtimalən onun üzərinə bunu şey ediblər. Hər halda buradan gəlsək Turkish manuscript.
türkçü kitabların, əlyazı kitabların içində saxlanır. Amma burada dedi ki, D. Tolkien Trust. Okey, oranı ötürək. Kitabın özünə gəlirik, yetişirik. Golden Library, Eliot filan şumarə qoyubdur. Bu da bunun kitabın qiyafəsinə əvvəl baxırıq. Çox gözəl bir nəqqaşı var kitabın cildi üstündə. Qızıl güllər filanlar, çox gözəl bir şey. Bir dənə bu mətnidir, sonra haşiyəsi var, 2 dənə bala haşiyəsi var, bir dənə böyük haşiyəsi var. Hamısı gül çiçəyi iləndir və çox bir gözəl vəziyyətdir. Kitabın boyu 25 santimetrdir. Kitabın yenə boyun tutubdur burada 25 santimetr. Burada yenə də boyun tutubdur 25 santimetr. 3 tərəfdən kitabın, hələ yenə də var. Bu da 4-cü səhifədir. Kitabın boyun tutubdur 25 sant, yenə tutubdur 25 sant, yenə tutubdur. Oh, nə xəbərdir? Hər səfədə bunu tutubdur. Bir dəfə tutduğu yerlər, amma bu elə ucuz tutub gedibdir. Funun-ül Bəlağə təlif Şeyx Əhməd ibn Xudaydad Tərzai در زبان Türki. Orada yazmışdı Farsi, Perşiyen. Burada yazdı در زبان Türki. Bu da kitabın əvvəlində yazılıbdır. Buradan bir neçə səhifə gəlmişik. Hamısı, mən indi bunu geçsəm, bir də əvvələ qeysəm. Görək neçə səfəsi bu cürdür. 1 səfə, 2 səfə, 3 səfə. 1, 2, 3. Yox, mən necə olur? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12-ci səfədə yetişirik ada. Yenə də 13-cü səfədə yenə aynı addır. Funun-ül Bəlağəti təlif Şeyx Əhməd ibn Xudaydad Tərzi. O birisi ki, bir zəbanı türkü o birisi səfədə yazılmışdı, göstərirəm təzəşdən. O burada yoxdur. Sonra gəlirik kitabın içinə. Vav! Kitab Cığatay ləhcəsində yazılıb. Belə baxanda adam təşxis verir ki, bu Cığatay türkcəsində yazılıbdır və çox gözəl bir şeyi var. Kitabın özünü də rəhləyiblər. Yəni yazının dövrəsini rəhləyiblər. Yazını onun içində yazıblar və bu fərqli bir rəngidir. Buna noxudu deyirdik biz ilm əhs olanlar bu rəngə. Tox noxudu ilə bunun o nəqqaşı olan yerin, yəni başı üstün və o şeyi ki deyirik məscidin günbəzi, oranı, onun için üstü abıdır. Bir çox yerləri abıdır. Yəni biz göy deyirdik, Qəradağda göy deyirik. Göy rənginə rəhliyibdir. Məscidin üstü, yəni günbəzin üstün, sonra da göy rənginə bir şeylər gedir göyə. Göy rəngi Avropada çox oğlan əlamətidir. Yəni ərkəkdir. Rəngə ərkək deyirlər. Qırmızıya tərəf gedən qırmızı da yox, çöhrəyə tərəf gedən qız deyirlər. Amma içərini açıq noxudu ilə rəhliyibdir. Bu birinci səfə, ikinci səfəsi də aynıdır. Gözəl bir çarçivət diziblər buna. Abı rənginə dövrələri 2 dənə arası ağdır, 2 dənə abı rəng, sonra noxudu ilə, sonra yaşılı ilə, sonra yenə noxudu, tox noxudu və içi də açıq noxudu ilə rəhlənibdir. Yenə də aynı vəziyyətdə bu birisində olubdur, amma bu birisi səfədə da o yaşılı ilə abı yoxdur. Bəlkə abı var, yaşıl yoxdur, yerinə tox zeytunidir, bəlkə ya da ki, elə qərədir. 3-4 dənə xətt çəkilibdir. Sonra kitabın davamı elə bir şeylə bu vəziyyətdədir. Yəni hamısında bunu görürük ki, bu vəziyyətdə gedir. Kitab Bismillahı da olsa mən görmürəm. O cürsü başlanıbdır. Bismillahsız. Ərz elədiyim kimi Cığatay ləhcə türkcəsində yazılıbdır. Bəzi kəlmələri qırmızı yazıbdır və şeirəzad da, şeir yazanda filan onları da çarçıviyə salıb təzəşdən. Kitab 301 səhifədir. Bəzi sözləri də abı, yəni yenə dediyim kimi göy rənginə yazıbdır. Kitabın orada burada bəzi yerlərdə elə bir nəzərə gəlir ki, hər nədən dolayı biraz abi rəngi ya mavi rəngi yayılıbdır, ya da ki elə beləsi vurublar. Yəni rəhliyiblər bu şəkildə, amma yox, elə bir şey, bir su gedibdir. Bəli, su gedib kitaba. Diqqət elədim, indi gördüm ki,
kitaba su gedibdi doyuncan. Həm aşağıdan bir çox yer, həm başdan, həm də şirazəsi su çəkibdi kitabın. Və bəzi yerdə hətta şirazə biraz eybirat tapıbdı. Bu Əfqanistanda bizim hökumətimizin, türklərin hökuməti və dövləti uzun zaman sürdüyü zamanda bu kitab yazılıbdı. Özəlliklə Teymurilər dövründə bu kitablar yazılıblar. Çox əla kitablar, çox əla xətti var, çox calibdir yəni. Zahirən kitabın hər yerdə o şeyi qoyublar, xətkeş qoyublar, neçə santimetrdir, onu da yanında rəngləri qoyublar falan. O bizim dərdimizə dəyməyəcəkdir. Çox gözəl, nəzərə çoxu şeir idi bunun. Əlbəttə şeyi də var, nəsri də var, amma şeir idi. Əslində bu şeir idi. Funun-i bəlağət dediği, əlbəttə burada məsələn səhifə 59-dan başlayır, çox nəsr idi. Yenə də gedir şeirə yetişir. Əlbəttə bu da bir cür bir şeir idi. Yəni bilmirəm bunun nə cür şeir olacaqdı, onu gərək deyək. Rəhləri çoxdur bunun. Calibdir ki, burada əlan məsələn bir qərədir, əsli yazı qərədir. Sonra bir qırmızıdır, məmuli qırmızıdır. Ondan sonra bir sarıya yaxın ya da noxudu ilə yazılmış, təlayi rəngi ilə, qızıl rəngi ilə yazılmışdır. Sonra abi ilə, həman göy rəngi ilə dediyimdir. Bunlarla görürük, əlan burada səhifədə bunlarla yazılıbdır. Hafiz-i Şirazinin də adını səhifə 76-da gördüm. Səhifələri vərəq vururam, çünki bu kitabın özü çox əhəmiyyətlidir. Mən olsaydım bunun, məsələn, mən olsaydım da əlbəttə, mən deyirəm, amma bunun məsələn şey eləməzdim. Yəni, edit elərdim bu, ya da ki, bu xətkeşlə rəngi götürərdim, kitab daha yaxşı görsənərdi. Çünki adamın gözün şey edir, o üzbüyüzü aparır. Elə bir çıraq qırmızıda o qatar xəttinə yetişəndə çıraqlar belə gedir, gəlir, o cür olur. Özdə yaxından baxanda şey olur. Biraz əziyyət verir. Çox gözəl bir əl yazması var bu kitabın. Dedim, çoxu şeirdir, amma orada burada şey də var. Yazıların da formu değişir hərdən. Yəni bəzən, yəni bir dənə qələmdir, iki qələm deyil, amma bəzən çox yekə yazır bəzi kəlməni, bəzən çox kiçik yazır. Zahirən feilin, şeirin elmi haqqında ehtimalən danışacaqdır. Ona görə belə bir şey deyir. Bəlağət hətta, məsələn, mənim yadıma şahzəm, burada bir cədvəl gördüm, qeydim dalıya. Bir diaqram deyim, bir cədvəl deməyim, diaqram görürəm, çox calibdir. Üstə şəcərənin surəti, bir nəfərin şəcərəsinin surətidir. Burada əvvəldə məsələn 1, 2 məsələn bunun 3 qola ayrılır. 3 qolun hərəsi də 3-ə ayrılır. Getdikcə gedir. Bu cürsə yəni ehtimalən 3 uşağı var və oradan məsələn çoxalır hər halda belə bir şey. Ya 3, bilmirəm, uşaq deməyək. Bölümlərə gedir. 3 bölümü var. Çünki şeirdə uşaq deyil. Şeir şeyinin, elminin təəssüflə su girdiyi üçün özəlliklə bu səhifə 280-dən sonra çox qatışır bir-birinə, rəhlər qatışır və heyf olur, oxuması zor olacaq ya da əslində olmayacaqdır. Sonra bu 290-da qutardı. Yəni kitabın son səhifələrində qutarır əslində və burada da əlbəttə bir yazı varmış, bir ayrı kağızı cırıb, kəsb ilə yapışdırıblar üstünə. Təəssüflə bunun arxasında bir yazılar var, onlar görünmür. Əlbəttə bu o kitabı yazanların xətti deyil. Bunu alanlar yazıblar, sonra da üstünə bir kağızla ayrı kağızı yapışdırıblar. Burada dahi çox sujetivdir kitabın içinə. Burada yenə də bir neçə səhifə ağdır, cildidir və cildin içini gördük. Çox gözəl bir cildin içində. Eyni eşiyindən də gözəldir hətta. Sonra cildin eşiyin görürük ki, o da elə o başda da görmüşdük o vəziyyətdə.
Fəqət indi burada qeydək görək ki, bu kitabın bir tarix tapa bilirik burada. Sonra gedək bunu oxumağa başlayaq. İndi bura oxunmur da, yəni dedim 16 əsl bəhrinin dairələrin gözgözayı və billahil hidayəti və tövfiq elhamdülillahi Rabbil alemin təmmə. Burada şeirin 16 deyir ki, nə mənədir? İndi numudar üçün 16 əsli bəhrinin, bəhr ahəng olur, fikirəm şəhrin, dairələrin görgüzayı və billahi hidayət nə mənə? Ondan sonra vəf biraz da yekəldim, görüm ki, oxuya biləcəm bunu. Vifqi بكتابتها وفق بكتابتها لعبد المذنب میر حسین الحسینی الکاتب المشهور به میر کلنجی الحاجی فی دار الخلافة بخارا همیت الآفات والبلیات سنه 89 و 900 min hicretin nebevi aleyhi efsel salatu vel ekmeli tehiyyat. Tamam. Burada kitabın adı fiilen yazaq ad, fununi ad, fununi el-bəlağət. Burada kim yazıb bunu? Və vəffəqə bi kitabətəha əl-əbdil, yəni bunu yazandır. İhtimalən, yəni indi burada biz deyəcək ki, yazan bir adamdır, nüsxəçi bir adamdır. İhtimalən bu nüsxəçidir. Vəffəqə bi kitabətəha li, yəni yazım nüsxəçi mənfiilən, əgər qələt olsa sonra taparıq nüsxəçi. Kimdir? Limüznib Mir Hüseyn el-Hüseyni el-Katib. Mir Hüseyn el-Hüseyni el-Katib. El-Meşhuri bi Mir, el-Meşhur bi Mir Külenci. Külenci. El-Hacı. Külenci Hacı. Mir Külenci Hacı. Tamam. Fidar-ı Xəlafi Buxara. Buxarada yazıbdır. Darul Xilafəti Buxarada yazılıb. Səniyi tarixi nüsxə. Yenə yazıram nüsxə tarixi. Səniyi 89 səniyi 89 və 900 minəl hicrəti hicri qəməri. Tamam. İndi bunu əvvəl tarixin bunun şeyində yazım ki, tarixi 987 989. Burada baxım görün düz yazıram yoxsa yox. Evet, dedik ki bunu yazaq. Səniyi tis'ə və səmaninə və
ا 989 sene 989 Hicri Qameri. Tamam, bu kitap Fununul Bəlağə. Buradan bunu tapdıq. Feylən gedək görək ki, bunun əvvəlində bizə nə göstərir? Yəni kitab nə haqdadır? Qeydaq gedək yap əvvələ. Bu 10 neçə səfəni keçək də, yəni bu kitabın əvvəlinə gəldik. Məmulən gərək ki, belə ola. Yəni bu məscidin başına, qapıların başına belə bir kaşilər qoyulur. Orada Bismillahirrahmanirrahim nezaddan yazılmalıdır. Burada yazılsa da mən görmürəm. Hamdü senayı kim və həminin kim o? Həminin badpayı span. Siz yıllar yükürüp anın iptidasinin sərhəddiğə gila bilmakay və şükri. Spas buranın birazını oxuram ama baş tapamıram. Çünki kitap dedim eyb irad tapıbdım təəssüflə. Yəni hamdü senayı kim vəhminin badpayı spani ya pani badpayı span siziller yükürüp anın iptidasinin sərhəddiğə gila bilmakay və şükrü spas kim fəhminin simurğiğə ədusuz ömürlər ucasa anın intihasının dairəsiğə yeta almağay. Əvvəl ol Zülcəlalinin Həzrətiğə kim əzəli sübhündə inayət memari birlə inşai qüvvətin və imla qudretin taktii və təqsim ilab bəni Adəminin xatirində təbiyə qıldı ta nəzm cevheri və nəsr cevheri zuhurğa gəlgikab. Burada bir tane hiye vardı, gəlkay və kəramət nuri birlə əqli çırağın yandırıb ağıstanın vücudində qoylay ta zəlaləti zülümatın dini. İndi buradakı əslin oxunmur. Ehtimalen hidayət olacaqdır. Limağ İqbal qılğay və zehni xurdə damin müəmmaqşay müşkilat iti ta ruxsari ki oxunmur qalanı istibsar quti və istidrac qudrəti o qüvvəti olacaq hətmən. İstibsar qüvvəti və istidrac qudrəti birlə həllu dərc ilakay və burasını görsənmir yenə. Çox bu əvvəl, kitabın əvvəlləri çox önəmlidir. Amma təəssüflə məsələ budur ki, biz eləyə bilmirik bunu. Yox, çünki su getibdir, rəhlər qatışıbdır və yazı itib əslində çox yerdə. Amma davam eləyək görək inşallah. İndi bu nə mənə oxunur bilmirəm. Sin təfəkkür dəryasında, sin ehtimalən sən olacaqdır. Sin təfəkkür dəryasında qəvvas iladi ta məaniye lulusin nütqi tari birlə bəhri qəridən uğraqi sahiliğə cətürkay və bəlağət şəkər sətaninin
envai sənaye birlə məhəlli qıldı. Məhəlla qıldı. Ta ناطقه توتیسی پرورش تبقای و فصاحت گلستانın الوان بدای birlə تزیین iti ta til bülbülü dil bülbülü həman. Gülistanın əlvanı bədai birlə təzyin etdi yəni. Ta til bülbülü ağız qəfəsi içində nəvağa gəlkay ya gilkay. Nəzm. Gər yeddi cövhəri var ey suxən, گر بودی گوهری ورای سخن آن فرود آمدی به جای سخن. احتمالا beləsi oxunacaq burası. Farscadır, yəni mənim nəzərimə gəldi. Gəl budi cövhəri vərayı suxən, əgər bir cövhəri sözdən üstün olaydı, yəni bir şey olaydı ki, sözdən qiymətli olaydı, ərzişli olaydı, faydalı olaydı. An furud آمدی به جای سخن, onda sözün yerinə, dilin yerinə o əyləşərdi. Dildən qiymətli bir şey olsaydı, dilin yerinə o oturardı. Sözü budur. İndi burada bu rəngi ki, qızıl rəngi ilə yazılıbdır, qızılla yazılıb əslində, o gedibdir. Fi nə'tir rəsuli əleyhissalatu və təhiyyə. Beləsi oxuya bilirəm, indi bilmirəm doğru oxuyacam, yox. تحیات فراوان و درود بیکران اول مهتر عالمغه و بهترین آدمغه اول سید رسول و هادی سبل مفخر کائنات و خلاصی موجودات شهسوار میدان بلاغت و بلبل ستان بلبل بستان فصاحت صوفی صفحه صفا یعنی محمد مصطفی صلی الله علیه و سلم و علی آله الطیبین و خلفای راشدین و اصحابه التابعین. نظم. در نعت او زبان فصاحت کجا رسد، خود پیش آفتاب. İndi burada sözləri gəlibdi. Sözlər qutarmadığı üçün belə bir-birinin üstündə təbəqə eləyibdi. İndi bu nə cür oxunacaqda, orası mühümdür. خود بیش آفتاب چه پرتو دهد سیاه. Baş tapmıram nədir. Fi səbəbi təlif. Tamam, kitabın səbəbi haqqında. İdi. Fi səbəb təlif eydi, dedi. Əzzə və cəllə həmdidin və Rəsul əleyhissalam nəətidin. Yəni, eydi, əzzə və cəllə həmdidin, yəni mən həmd edirəm. Və Rəsul əleyhissalamın nəətidin, sönün Şeyx Əhməd ibni Xudaydadi Tərazi رفع الله قدرته فی دارین. yazar budur yəni. Yazar Şeyx Əhməd ibni Xudadadi Tərazi. Şeyx Əhməd ibni Xudaydadi Tərazi. O zamanlar mollalar lağəl hərəsinin bir işi var imiş. Çünki mötəqidlər ki, peyğəmbərlər işdirlər, peyğəmbərlik edirlər. Məsələn, Musa çoban idi. Yahya nə bilim nəccar idi. O birisi hərəsi bir işi var idi. Həzrət Məhəmməd də çoban və tacir idi. Onun üçün mollalar, qədim mollalar dərs, yəni millətdən pul alıb, mən pul alıram, yaşayam, o yox idi. İşdirdilər, zəhmət çəkirdilər, axşamda gedir, namazını qılırdı, özü kefi üçün, kefi gələndə danışırdı, kefi gəlməyəndə də gedirdi, başını qoyurdu, yatırdı, ibadətini elirdi ya da. Amma o yoxdur burada. Onun üçün bu tərazi də fikrim, bu adam tərazi ehtimal, yazaq görək ki, mən bunu şey deyirəm, amma bəlkə də səhv edirəm. Tərazi nə deməkdir? Tərazi Osmanlı və cəğatay türkçəsində
o dövrün ən böyük biblioqrafları, kitabşünasları və alimləri üçün işlənən bir nisbət və ləqəbdir. Məxsusən 989-cu hicri ilinə və əlyazmalar mövzusuna baxsaq, iki önəmi olan şəxs bu adla tanınır. Əbülfəz Məhəmməd ibn Əbilxeyr Tərazi o dövrün məşhur türk alimlərindən biri idi. Əbülfəz Məhəmməd ibn Əbilxeyr Tərazi Məfatihül Künuz kimi əsərləri o dövrün əlyazmalarını və Osmanlı Səfəvi tarixlərini araşdıranları üçün çox dəyərlidir. O, Cığatay və Türkcə dillərində yetkin biri idi və əsərləri sülh-ü siyasi ədəbiyyat sahəsində məşhurdur. Təraz ləqəbi ilə tanınan digər şəxsiyyətlər. Bu ad günümüzdə də əlyazmalar aləmində böyük hürmətlə yad olunur. Örnək üçün yaxın tarixdə Firidun bəy Tərazi Osmanlı və ondan öncəki dövrlərin nüsxələrini tanımaqda və kataloqlaşdırmaqda böyük rol oynayıb. Tarixi baxımdan Tərazinin önəmi. Əgər sizin 989-cu hicri ilinə aid olan əlyazmalarınızda ya da araşdırdığınız mətnlərdə bu ad gəlirsə, böyük ehtimalla bu iki mövzudan biridir. Katibin ya da aliminin nisbəsi. Yəni o şəxs əsalətən Təraz, Qazaxıstanın cənubundakı qədimi şəhər. Taraz bir şəhər adıdır. Qazaxıstanın cənubundakı qədimi şəhrindən olub ki, türk tarixi və mədəniyyəti üçün böyük əhəmiyyət daşıyır. Əlyazma kataloqları nüsxələrin kimliyini və kökünü bəlli etmək üçün Tərazinin yazdığı şərhlər və tanımalar. Sizin əlinizdə olan 500-dən çox əlyazma kataloqunda bu ada rast gəlinmisiniz? Əgər əlinizdəki mətndə Tərazinin adının yanında başqa bir sifət, məsələn, münşi, katib və ya nəzmi varsa, buyurun qeyd edin ta daha dəqiq araşdıraq. Tamam, adın yazaq da burada. Yazaq ki, Şeyx Əhməd İbni Xudaydadi Tərazi Səniyi 989-da bir türkcə bir yazım ki Cığatay türkcəsində kitab əlyazma kitabı qalıb. Görək bu haqda nə deyir? Bəli, Şeyx Əhməd İbni Xudaydadi Tərazi Cığatay türkcəsinin ən önəmli ədiblərindən və nəzəriyyəçilərindən biridir. Onun adı özəlliklə böyük bir ədəbi əsərlə tanınır. Fununul Bəlağa fil ilmil uruzi vəl qəvafi. Düzdür, adı əslisi bu olacaqdır. Bu əsər Cığatay türkcəsində yazılmış ilk ədəbiyyat nəzəriyyəsi və bəlağət kitabı hesab olunur. Şeyx Əhməd Tərazi bu kitabı Sultan Əliğbəy Teymurlular dövrü üçün qələmə alıb. 989-cu hicri ilində qalan əlyazma haqqında bir neçə önəmli nöqtə var. Köçürülmə tarixi, istinsaq. Şeyx Əhməd Tərazi özü 15-ci əsrin əvvəllərində, yəni 840-da illər ətrafında yaşayıb. Sizin zikr etdiyiniz 898-ci hicri ili böyük ehtimalla bu kitabın bir katibin əli ilə yenidən köçürüldüyü istinsaq tarixidir. Bu, o dövrün məşhur bir əsəri olduğu üçün fərqli katiblər tərəfindən dəfərənlə köçürülüb.
Dil özəllikləri. Bu əsər klassik Çağatay türkcəsindədir və ədəbiyyat aləmində Nəvaidən öncəki dövr ədəbi dilinin ən gözəl nümunələrindən biri sayılır. Allah Allah, Nəvaidən öncəymiş bu adam. Çünki dedi, indi yazar, pəs bunu yazaq ki, yazar 840-cı illərdə yaşamışdır. Tamam, yəni bu çox önəmli tarix budur. Yəni bu kitabın, deyək ki, indi bəlkə taparıq bunu biraz da. Dil özəllikləri. Bu əsər klassik Çağatay türkcəsində və ədəbiyyat aləmində Nəvaidən öncəki dövr ədəbi dilinin ən gözəl nümunələrindən biri sayılır. Mövzu. Kitabda şeir sənətləri, əruz vəzni, qafiyə qaydaları və ədəbi gözəlliklər haqqında geniş məlumat verilib. Məxsusən türk dilinin şeiri potansiyellərini göstərmək baxımından dəyərsiz bir qaynaqdır. Yəni dəyəri yoxdur. Dəyərsiz deyəndə, yəni nəinki qiyməti, ərzişi yoxdur. Yox, yəni çox dəyərlidir. Sizin araşdırmanız üçün önəmli sual. Sizin kataloğunuzda olan bu 989-cu tarixli nüsxə hansı kitabxanadadır və ya katibin adı zikr olunubmu? Əgər bu nüsxə sizin əlinizdə olan 500-dən çox əlyazma kataloğunun bir hissəsidirsə, bu sənət Çağatay ədəbiyyatının 16-cı əsrin sonları 989-cu hicri qəməri Azərbaycan və Osmanlı coğrafiyasının necə tanındığı göstərə bilir. Bəli, bu əsəri Mir Hüseyn Əl-Hüseyni Əl-Katib Əl-Məşhuri B Külənəki də ola bilər. Hacı istinsah etmiş. Hansıda bu əsəri Hüseyn filan Külənci 989-da istinsah etmiş. Görək ki, bu haqda da bir məlumat verir. Çox kitab. Kitabın ömrünə baxsaq, indi biz gedək əvvəl kitabın ömrünə baxaq. Deyək ki, bu 855-ci ildə, 40-cı ildə yazılıb, deyək məsələn. 1447 deyək, bundan çıxsaq 840-cı illərə qeysaq, deyək ki, 607 il. 600 il bundan qabaq bu kitab üst-üstə bu kitab yazılmış ola bilər. Biraz o yüz, biraz bu yüz. Deyir ki, çox dəyərli bir bilgidir. Mir Külənci Hacı Mir Hüseyni 989 hicri ildə bu əsəri köçürməklə həqiqətən Çağatay ədəbiyyatının ən nadir nüsxələrindən birini yaradıb. Mir Külənci və ya Mir Külanəki Hərat məktəbinin və Teymurlu Səfəvi dövrünün keçid mərhələsinin məşhur xəttatlarından biridir. Allah Allah. Onun istinsah etdiyi nüsxələr həm xətt baxımından, nəstəlik və ya təliq və həm də mətn oxunaqlığı baxımından ali səviyyədədir. Bu nüsxə ilə bağlı bir neçə önəmli nöqtəni qeyd etmək olar. Xəttatın önəmi. Mir Hüseyn Mir Külənci
sədəf üzü və incə sənət aləmində tanınmış bir simadır. 989-cu Hicri ilində bu kitabın köçürülməsi Şeyx Əhməd Tərazinin Fununul Bəlağə əsərinin o dövrdə hələ də böyük bir məraci qaynaq kitabı kimi qəbul edildiyini göstərir. Çağatay ədəbiyyatı. Bu əlyazma Əlişir Nəvaidən öncəki türkcənin klasik Çağatay türkcəsi bizə çatmasında böyük rol oynayır. Mir Küləngi kimi bir ustadın bu mətni çevirməsi əsərin elmi dəyərini 2 qat edir. Tarixi baxımdan 989-cu Hicri ili Osmanlı və Səfəvi arasında mədəni əlaqələrin və ədəbi əsərlərin təbadülü olunduğu bir dövrdür. Bu nüsxə şayət də Xarəzm və ya Mavərənnəhr məntəqəsində köçürülüb, sonradan sizin kataloqunuzda olan məcmuəyə daxil olub. Sizin araşdırmanızda bu nüsxə haqqında kataloqunuzda xas bir təsvir və ya təsvir qızılla bənzəmə qeyd olunubmu? İndi bunu desək ki, bu harada saxlanır, daha yaxşı olar. Bu da onu rahatca tapar. Beləsi deyək. Tamam, gedək kitabımızı oxuyaq. Səbəb-i təlif etdi. Əzzə və Cəllə Həmdidin və Rəsul əleyhisselamın nəətidin. Sevinç Şeyx Əhməd. Senin Şeyx Əhməd ibn Xudaydad Tərazi rəfəallahu qədrəhu fiddarayn. Calibdir ki, bu adam ölübdür bu zaman. Yəni yazan ehtimalən bir müqəddəmədir, yazıbdır onun kitabına. Çünki burada elə deyir ki, yəni ölübdür elə bir. Yəni Şeyx Əhməd ibn Xudaydad Tərazi bu zaman ölübdür. Çünki deyir rəfəallahu qədrəhu fiddarayn. Kim bu imarətnin mühəndisi və bu ibarətnin müdərrisi dövranın tik təqrir qılır. Dövranın tik təqrir qılır. Kim məcmui ərbab əqlu əshab nəql etibari birlə insanın şərəfi külli məknunat və cəmi mövcudatqa əql cövhəri və nitq cövhəri birlə zahirdur. Neta ki kim hükəma itür cəm bağlayıbdır. Edir. İndi bizə bu edir deyir filan. Lawla el-lisan malal insan. Lawla lisan malal insan. Əgər dil olmasaydı malal insan, insan da olmazdı. Və hər adəmi kim anın gönlü nütqü pəzir və nütqi dilpəzir irmaz insaniyyət dairəsindən taşqaridir. Taşqari dişqarı oradan gəlibdir. Taşqaridir. Çox əcib bir söz dedi. Mən bunu bir də oxuyayım. Bəlkə dostlarımız bunu şeylər. Cümləni bir də qeydim aşağıdan. Deyir ki, məcmui ərbab əqlu əshab nəql etibari birlə insanın şərəfi nə iləndir? Küllü mükəvvinat və cəmi mövcudat bunlara hamısı şərəfi, bunlara nədir? Əql cövhəri və nütq cövhəri. Əql cövhəri və nütq cövhəri. Bu ikisidir. Əqllə dil bu insana o birisi küllü mükəvvinat cəmi mövcudata müşərrəf edibdir onları. Şərəf edib. Onlardan başərəf edib bunu. Deyir ki, əql cövhəri və nütq cövhəri birlə zahirdir. Necə ki, hükəma eytir, hükəma deyiblər ki,
Lowlel lisan malal insan. Eğer dil olmasaydı insan olmazdı. Ve her ademi kim anın gönlü nütküpezir, onun gönlü kalbi nütküpezir ve nütkü dilpezir dilpezir irmaz. Eğer her kesin gönlü nütkü kabul edən ve nütkü de yaxçı dilpezir olmasa, ürək götürən olmasa, insaniyet dairesinden taşqaridir. İnsaniyet dairesinden çıxdı. Gönlü nütkü götürəbilməsə və nütkü də, özünün nütkü də dilpəzir olmasa, yaxçı olmasa, insanların ürəyinə yatmasa, dilpəzir olur ürəyinə yatmaq da Türkçesi. Deyir o insanlıq dairəsindən taşqaridir. Dışarıdır. İndi burada bu söz deyəndə taşqarı, dışarı, mənə qəşqay sözü zehnimə gəlir ki, əcəba qəşqay sözü, dişqarı, qəşqay. Mən burada bir bənzərlik görürəm, amma anlaya bilmirəm ki, qaşqay nədən gələ bilər ki, onlar, məsələn, qaşqari. Əcəba bu bir şeydən çıxmaq da, ayrılmaq anlamına gəlir qaşqay. Yəni, ayrılıbdır, tək düşübdür. Və üləma qaşında, üzüyün qaşı, adamın qaşı və üləma qaşında, eyni halda qat deyirik da, normalda biz deyirik üləmanın qatında, yəni üləmanın yanında, üləma səthində. Üləma qaşında nütq iki növüdür, nəsr və nəzm. Ani kim istisva babında mürəttəb gördülər, nəzm atdılar, atadılar. Bir ani kim, o iki yerə böldülər da, deyirlər biri nütq iki növdür, biri nəsridir, sadə yazı, düz yazı, biri nəzmidir, şeir. Deyir, ani kim istisva babında mürəttəb gördülər, onun için deyir ki, istisva, yəni gözəllik, yaxçılıq. İstisva babında mürəttəb gördülər, tərtibli, yəni hər şey düz gördülər, nəzm atadılar, ona nəzm atadılar, yəni ad qoydular. Atmaq sözü necə? Atdılar, nəzm atdılar, yəni nəzm ad qoydular, addılar, adladılar, nəzm atladılar, atadılar, atmaqdan gəlir. Və ani kim oğraq və vəsaigində pərişan tapdılar, nəsr dedilər. O qismətləri də ki, kağızda, oğraqda, vəsaiqdə, mədarikdə, vəsaiq, mədarik, pərişan tapdılar. Yazanlar gedirlər də, məsələn, mən gördüm, mən özüm dadgahda gördüm, 5 ibtidai ilə dadgahda katibdə adam. Cümlə başarmır yazan. Onu pərişan yazır da, yəni bəlli dəyinə yazır. Tapdılar, nəsr dedilər. Deyir, buna da nəsr dedilər. Qət'ə. Bir qət'ə oxuyur. Qət'ə nədir, nəzm nədir, şeir nədir, qəzəl nədir, filan, bunlar rübai nədir, misrə nədir, nə bilim, beyt nədir. Bunları mən çox da bilmədiyim üçün girmirəm. Amma burada öyrədir. Bu kitab bunu öyrədir. Qət'ə. نظم طاووسی است در باغ بلاغت جلوه‌گر. نظم طاووسی است در باغ بلاغت جلوه‌گر. از کمال جلوه او عقل کل شیدا شود. نثر در بستان خاطر طوطی شیرین نواست. نثر در بستان خاطر طوطی شیرین نواست. زان سبب تأثیر فهم از نعمتش پیدا شود. اگرچه کلام ایزدی و احادیث نبوی vasitəsindən Nəsrinin şərəfi nəzm sabitdir, amma Həkim Əlimğə nəzmdə hikmətdir. Zira kim hər cahili ləyim ana yol tapamaz. Allah Allah. Bəs məlum buldu kim مرد آدمی kim پس معلوم buldu kim her ademi kim insoniyet bəqasidin baş
çıqarur ana nəzm-ü nəsrin qaidəsin bilmakitin gərir yoxdur. Ehtimalən mən bunu güzir yoxdur. Bilmaqtan yəni. Bilmakitin güzir yoxdur. Bəs kicikan füsəha və bülğa bu mənidin nəsr-ü nəzminin keyfiyyətində qaidalar tərkib etib, risalələr tərtib qılıb və hər sənayi və dəqaiq kim nəsr-ü nəzmi və nəsr-ü nəzmida vaqi bulur, bərcasini fil məhəl zikr etib turlar. Etib turlar yəni edibdirlər. Turlar, durlar. Əlbəttə dəstəli ilə yazmayıb da, nöqtəli t ilə yazıbdır. Və bu zəif həm tilar dilər, istər. Və bu zəif həm tilar irdi. Tilar idi, yəni istərdi, dilərdi. Kim alarinin turunda risalə təlif qılsa və lekin bu mənidin ehtiraz qılır irdi. Kim ta ki bulmağay kim səbəb məlamət və mucibi nidamət bulğay kim uləma etib tur. Uləma belə deyiblər, etibdir, ediblər. Mən sənəfə əqdə istəhdəfə. Mən sənəfə qəd istəhdəfə. Hər kəs sənəf eləyə, sinf eləyə. Sinf demək, yəni düzmaqda, sinf bir yerə düzmaq, bir şeydən. Mən sənəfə qəd istəhdəfə hədəf qoyar. Hədəf istər. Amma küp kişi, o kişi, hər kişi. Amma küp kişi bu təriqədə nüsxə təsnif qılıb turlar. Amma küp kişi, yəni çox adamlar, küp burada çox mənasına gəlir, o kişi yox. Amma küp kişi bu təriqədə nüsxə təsnif qılıb turlar. Və lekin heç kimmirsə nəzminin tamam fununin bir yerdə cəm qılmadı turur. Heç kimsə nəzmin, şeirin, qaydaların, fənnin, qaydaların bir yerdə toplamayıbdır. Bu səbəbdən rəğbət havası qalib bulub, həvəs-i dilbəri könül pərdəsindən bu təriqə yüz körküzdü. Yüz körküzdü, yüz göründü kimi, beləsi. Yəni yüzü bu təriqə yüz kör gözdü, ya körküzdü. Acaba bu körküzdü oxuyacaq, necə oxuyacaq? Yüz körküzdü, o yazım görüm nə deyir? Yüz körküzdü. Görüm belə yazıbdır, düz qələt yazmayayım. Yüz körküzdü. Tamam. Bu kitabdan da bir dənə əks salın, qoyun bu görsün. Gedək buradan bu əksi edit eləyək. Kitabın o əsl yerindən qoyum ki, tamam, bunu da əlbəttə gətirəcəkdim, aşağı yadımdan çıxdı. Bunu şey eləyə bilərdim. Yarımçılıq salmışam, bunu tazaşdan salım. Tazaşdan əks salım, çünki kitabın əksin yarımçılıq salmışam, biraz kiçik eləsəm.
Tamam. Təzəşdə indi bundan əks salsam, bu gözəl əks olar. Və bunu edit eləsək, bu gözəl çıxar, lağəl. Tamam, elə bu qədər görər. Bunu da əksi də buradan əlavə eləyək ki, bu görsün. Funun-i bəlağətdən bir səhifəni göndərdim. İndi bu görək burada bir şey yazmışdıq. Ona nə dedi? Dedi ki, Cığatay və klasik türkçədə çox gözəl və dərin mənalı bir təbirdir. Çox Şeyx Əhməd Tərazinin və ya Əli Şiri Nəvainin əsərlərində bu ifadəyə tez-tez rast gəlmək olar. Bu sözün əsli mənası üz göstərdi. Bu göz idi ya gör idi. İndi onu mən gör gözdi, bəli, gör gözdi. Gür gözdə ola bilər ha bu. Yəni belə də oxuya bilərik. Gür gözdi. Bu təriqə yüzgür gözdü. Yüzgür, üzgür də ola bilər əlbəttə. Yox, amma şey olmaz. Bu sözün əsli mənası üz göstərdi ya da cilvə etdi deməkdir. Klasik ədəbiyyatda və əlyazmalarda ümumi olaraq bu iki məqamda işlənir. Ədəbi və irfani mənada. Şeirlərdə məşuqun üzünün görünməsi, həqiqətin üz açması və ya bir gözəlliyin meydana çıxması üçün işlənir. Məsələn, ol gün ki cəmalın gür gözdi. Gür gözdi. O gün ki cəmalın üz göstərdi. İslahi mənada tamamilə yüz göz gördü. Yüz gözdü. Bu təriqə gönül pərdəsindin bu təriqə yüz gözdü. Göründü yəni. Yüz göründü. Kim nüsxeyi qələmğə gətirsə kim nəsr-ü nəzminin cəmi qəvaid və əqsamiğə müştəmil bulsə ta hər kim bəlağətqə mail və fəsahətqə qabil irür faydə alsə. Cün bu fikir, çün həman, cün yazıbdır. Cün bu fikri fərz-i eyni, bəlkə eyni fərz, o gecən günlərdə fərz-i eyni fərzi işlətmişdi bir kitabda. Burada da onu işlətdi. Fərz-i eyni, bəlkə eyni fərz göründü irsə, müddəti mədid və əhd-i bəid bu təəmmül birlə oqat getirdim. Aqibətül əmr əl-umuru məznumətən bi oqatəha. Belə bir şeydə amma oxuya bilmirəm. Bunu qızılla yazıb elə bir. Hədisləri elə bir şey qızılla yazıblar. Əl-umuru məzmutə bi oqatəha. Belə bir şeydə oxuya bilmirəm. Görsəm bir yaxçı. Rəsul əleyhissalatu vəssalam hicrətindin. Aha, tarix qoydu. Tamam. Bu çox önəmli bir sözə gəldi, yetişdi. Rəsul əleyhissalatu vəssalam hicrətindin 840 yıl ötüb irdi. Kim bu ilmiğə şuru etib Fərsu Türk əlfazını tərkib ilab risalə tərtib qıldıq. Tamam buldu. Atını fununul bəlağa qoyduq və bəzi yaranlar lətayif tərazi həm dedilər. Tamam, 800. İndi əsli yazmaq hangi ildə olubdu?
Allah Allah. Deyəcək ki, yazının əsl tarixi necə? 840 yıl. 840 yıl. Hicri qəməridə. Adı da oldu əsl adı. Burada yazım tarix yadımdan çıxıbdı. Tarix. Əsl adı Fununul Bəlağə. Əl-Bəlağət. Bəlağə heydə, tığla dəy, dəstəli şeyini dəy. Bəzilər deyiblər ki, lətayif tərazi. Lətayif tərazi də adlanıb. Yəni bu şey, pəs tamam oldu. Bir də Rəsul əleyhissalatu vəssalam hicretindən 840 yıl ötüb, yəni keçib, irdi. Hətta biz qəzanı yandırsaq evdə zətdə deyək, ötdü, keçdi, yəni keçdi, vaxtindən keçdi. Kim bu elmə şuru etib, fərsu türk əlfazini tərkib ilab, risalə tərtib qıldıq, tamam buldu adını. Daha dəstəli teydən burada xəbər yoxdur. Hamısı 2 nöqtəli teynəndir. Atını fununul bəlağət qoyduq. Və bəzi yaranlar, yaran sözü gedib, Farsa gedib olub yaranlar. Ər sözü də burada yenə işlənir. Əlbəttə yer ilə ər fərq edir. Yaranlar lətayif tərazi həm dedilər və təvəqqü əshab zövq-din və ərbab şövq-din oldur kim bu dürəri səfinəsidin və cühəri xəzinəsidin bəhrə və feyz alsalar. Riayət itaki birlə eybin tabıb inayət qələmi birlə səhvin rast qılğaylar və müsənnif və qayil və katib və sahibin duayı xeyr birlə yad tutqaylar tutalar. Fimət Sultanil Əzəm Əmir Ələğbeyk Gürkani xəllədə mülkəhu və sultanə. İndi keçir burada bu kimin əsrində yazıb onu göstərir. Mən bunun tarixin qırmızı da yazım ki, yadımda qalsın. 840 Hicri qəməridə. İndi kitabın o başda tarixini biraz oxuduq, bu başda da tarixini tapdıq. İndi gedək görək ki, nə deyir? Bil ki, kim məcmu-i ərbab-ı əql و əshab-ı fəzl həzrətində məlum və müqərrərdir kim, hər kim ki bu bələğət kani və bu fəsahət ümmanıqə yol tapsə, rəvadır kim ki məlalət gərdinin ilki anın xatiri itakinin gərdiğə dəstü tapməsə ələl xüsus kim dibaçı şərifəsi padişahinin Humayun Əlqabi birlə müzəyyəndir kim ol səltənət dəryasının gövhəri və mədələt kaninin cövhəri səxavət baraninin əbri və şücaət bişəsinin bəbri fərasət sepehrinin mahi kiyasət mülkinin şاهی اعظم شهریار اعلم صاحب السیف و القلم السیف و صاحب السیف و القلم معدن لطف و الکرم مالک رقاب امم فرمانده ترک عرب و عجم مغیث الدین و دوران
Əmir Ələğbeyci Cucan. Çağ ha zamandır? Çağ Əmir Ələğbeyc Cucan. Əta Allah ömrəhu. İndi qeydaq bunu da yazaq qoyaq ora. Deyək ki, görək bu şey nə deyir? Əmir əlbəttə sultan olmadığı bəllidir. Yəni bunu ehtimalən Osmanlı tərəfindən ya bir ayrı tərəfdən bu orada işə məşğuldur. Əmir Ələğbeyc Çokan. Çünki ç ilə yazılıb, mən də ç ilə yazıram. Ola bilər ki, bunu burada yazaq ki, bunu beləsi də yaza bilirəm. Yaza bilirəm ki, yox. Bu kitab çağında yazılmışdır. Tamam. Qeydaq indi o kitabın səhifəsini qoyduq. Görək o kitabın səhifəsinə görə bizə bir məlumat verir ki, bu nə mənədir, nə deyib. Çox sağ olun bu dəyərli şəkil üçün. Göndərdiyiniz bu səhifə Şeyx Əhməd Tərazinin Fununul Bəlağə əsərinin müqəddəmə hissəsindən çox nadir və gözəl bir nümunədir. Mir Külənci Hacinin nəstəəli xətti mətn kimlicini tamamilə aydındadır. Mətnin önəmi bir hissəsinin oxunuşu və izahı bu şəkildədir. Mətnin oxunuşu, təxmini. Könül pərdəsindən bu təriqə yüz görgüzdü. Kim necə qələmğə gətirdigim. Buradakı yüz görgüzdü təbiri müəllifin Şeyx Əhməd Tərazinin bu əsəri yazmağa niyyət etdiyi və fikrin zuhur etdiyi, üz göstərdiyi məqami bəyan edər. Yəni, bu gözəl sənət və elm, bəlağət onun gönlündən qələmə doğru yol açıb. Bu səhifənin önəmi. Xətt və kitabət. Mir Külənci Hacının xətti çox nəcib və oxunaqlıdır. 989 Hicri ilində bu səviyyədə bir köçürmə əsərin Cüğatay Türkçesi mühitində nə qədər böyük etibarı olduğunu sübut edir. Dövrün ədəbi dili. Mətndə kim, ayrı, bu təriqə kimi kəlmələr klasik Cüğatay Türkçesinin tipik özəllikləridir. Qırmızı yazılar, sərloha, tərazi adının və bəzi elmi istilahların qırmızı mürəkkəb ilə yazılması mətnin düzümünü structure göstərir. Bir neçə sual. Bu səhifədə müəllif əsərin yazılma səbəbi, səbəb təlif haqqında danışır. Mətnin aşağı sətirlərində 840 Hicri qəməri tarixi də gözə dəyir ki, bu da Şeyx Əhməd Tərazinin əsl təlif elənə işarə edir. Aya istəyirsiniz bu səhifənin digər cümlələrini də kəlmə-kəlmə istixrac edək, ya da bu əlyazmanın fehrist və xatimə hissəsindən başqa şəkillər varsınızmı ki, Mir Küləncinin katib kimi imzası rəqəm orada dəqiq görək. Tamam, bunun yerinə mən bir iş görüm. Mən burada şək elədim ki, əcəba bu kitabı, yəni burada dedi ki, ya buradaydı. Dedi Allah ona rəhmət eləsin, o rəhmət eləsin istəyirəm tapam. Hə, bura. Bunu bir də kiçillədim. Yerləşsin səhifəyə.
Tamam, bundan bir əks alım. Görün bu adam özü o zaman mənim nəzərimə o zaman ölmüşmüş. Yəni Allahın rəhmətinə getmişmiş. Allah rəhmət eyləsin, ruhu şad olsun. Bunu da bilsək çox yaxşı olar. Burada görək ki, bu save eləyək. Gedək görək ki, bu kitabın bu səhifəsi haqqında nə deyir bizə? Aydad. Tamam. Bu səhifənin aşağısında bir cümlə yazılıb ki, mənə belə gəldi ki, yazılıb mənə belə gəldi ki, bu kitab Tərazinin ölümündən sonra başqası əli ilə yazılıb. Ya da ki, nə olubdu? Ya da ki, nə olubdu? Ya da ki, bir istinsakçı onun kitabından nüsxə etdikdə Tərazi fot etmiş idi. Ondan dolayı müqəddəmədə o cümləni qurub. Sən necə düşünürsən? Tamam, bunu da yazdıq. Görək ki, buna nə deyəcəkdir? Və qeydək kitabımızdan, indi o hangi səhvədəydik, onu tapmaq özü bir iş olacaqdır. Əmir Bey Qurqaninin şeyini oxuyurduq. Oxuduq, gəldik buraya, yetişdik axirinə. İndi burada şeir ilə gəlir buna. Ətəəllah Əmir Ələğbey Gürcani. Ehtimalən Gürcandır. Orada bir tane de R ortada olacaq. Amma mən vav işlədib. Üstə işlətməyib vav. Burada işlədibdir. Vav R. Ehtimalən Gürcani yazıbdır. Ətəəllah ömrəhu və əcələ qədrəhu və ədamə iqbaləhu və zaəfə. İndi bunun bir şey də yazmır. Görək sonki səhvə nədir? Onu da yazmayıbdır. Cəlaləhu. Allahümmə əcəl zilləhu daimən ələ ruusi əl-İslami vəl-müslimin ilə yevmiddin amin. Fihristi funun. Burada fihristilər imiş, gəlmişmiş. Bir qırmızı ilə yazıb, sonra göy ilə yazıb, sonra qızıl ilə yazıb, sonra yenə açıq qırmızı ilə ya da qırmızı ilə yazıb, yenə göy ilə yazıb, yenə qırmızı ilə, yenə qəri ilə. Beləsi bir fehrist yazıbdır. Və axirdə, yəni də keçib şeyə. Əl-fənnül əvvəli fi əqsam-ı şeir. İndi burada fehrist funun. Fəndə şeirinin əqsamin və ənvain şərh qılır. İkincisi, fəndə qafiyə və rədifinin qəvaidin bəyan eylar ehtimalən. İmar da oxunabilir. Üçüncü, burada mən əvvəlinci, ikinci görməmişdim. Onca əvvəlinci, ikinci, üçüncü. Çox deyirdim və xət çəkiblər. İndi görürəm ki, yox bu.
əvvəlinci, ikinci, üçüncü belədir. Fənnida sözanın bədayimin və sənayiin zikritar. Burada bəziləri oxunmur da, özəlliklə gedibdir. Fənnida şeirin təqti və ovzanın təqrir qılır. Və bu abi ilə yazdığı əslən oxunmadı. Usul ərkanın təhrir etar. Nə deməkdir bilmirəm, yəni bu. Yəni oxuya bilməm. Məəmmanın ya məəmmanın olur elə bir. Amma bir dənə də əlif görürəm əvvəldə. Bilmirəm ki, o nədir görsənir. Tamam. Bu qədər məncə bu kitabla yetər. Gedək ki, burada nə dedi, bu toziklər nə üçünüdür? Bu kitab Əmir Beyq əleyh çağında yazılmış. Bundan öncə bir şey soruşmuşduq. Görək ki, burada nə dedi? Tamam, buradan oxumuşduq. Əmir Beyq, bəli, dəqiqən buyurduğunuz kimidir. Bu, Nəfis əlyazma səhifəsindəki göründüyü kimi Şeyx Əhməd Tərazi öz əsərini Teymurlu sülaləsinin böyük alim və padişahı Sultan Əliğbeyk, Sultan Muğisiddin Əliğbeyk Gürcan. Burada reyn qoyubdur, calibdir. Mən orada vavdan sonra bir re qoymalıdır. Sultan adı da Sultan yazıb əlbəttə. Bu Sultan Əliğbeyk, Sultan Muğisiddin. Bəs beləsində yaza bildim. Sultan Muğisiddin Əliğbeyk Gürkan. Dövründə və onun adına təlif edib. Bu mövzu bir neçə baxımdan çox əhəmiyyətlidir. Tarixi bağlantı. Mətndə zikr olunan 840 il Hicri qəməri tarixi Əliğbeyk Səmərqəndidə hökmranlıq etdiyi və ilm-u ədəbiyyatın 3 forası, ovci forası olduğu illərə təsadüf edir. Əliğbeykin elmi şansiyyəti. Əliğbeyk özü bir münəccim və riyaziyatçı olmaqla yanaşı yazıb, türk dili və ədəbiyyatına da böyük önəm verirdi. Şeyx Əhmədin bu əsəri ona təqdim etməsi o dövrdə Çağatay yazıbdı. Türkcəsinin elmi və ədəbi bir dil kimi nə qədər gücləndiyini göstərir. Katib və istinsax. Sizin qeyd etdiyiniz 989 Hicri ilində Mir Kiləngi Hacı tərəfindən bu əsərin yenidən köçürülməsi Əliğbeyk dövrünün elmi mirasının təxminən 150 il sonra da hələ də əhəmiyyətini qoruduğunu və önəmli bir qaynaq kimi istifadə edildiyini sübut edir. Bu səhifədə Gürkan latincə yazıbdır. Unvanı Teymurlu hökmdarlarına məxsus bir ləqəb kimi Çəngiz xanın nəsli ilə evləndikləri üçün kürəkən ya da damad mənasında böyük ehtimalla mətnin davamında və ya mədihə bölümündə qeyd olunub. Əlinizdə olan bu kataloqda Əliğbeyk adına yazılmış başqa Çağatayca əsərlər də varmı? Tamam, bunu keçək. İndi bu birisi səhifəni qoyduq, görək bunun haqqında nə yazdı. Yazıb təzqi təhlil. Sizin bu səliqəli diqqətiniz, gözəl fikriniz tamamilə yerində və dəqiqdir. Göndərdiyiniz ikinci şəkildəki mətn sizin təxmininizi elmi şəkildə təsdiq edir. Bunun bir neçə aydın səbəbi var ki, bu səhifədəki ibarətlərdə görünür. 1. Rəfə Allah qədrəhu fiddareyn duası mətnin aşağı sətirlərində Şeyx Əhməd Xudadadi Tərazinin
adından sonra qırmızı mürəkkəblə rəfə Allah qədrəhu fiddarayn, Allah onun məqamını hər iki dünyada ucaltsın ibarətinin yazılması klasik ədəbi əlyazma səntində görkəmli bir qaydadır. Sənədində olacaqdır. Əlyazma sənədində görkəmli bir qaydadır. Bu cür dualar yalnız vəfat etmiş şəxslər üçün işlənir. Əgər müəllif sağ olsaydı, müddəzillühü və ya səlləməhüllah kimi ibarətlər işlənirdi. İstinsaqçının mirkülənci rolu. Sizin buyurduğunuz kimi 989 Hicri ilində bu nüsxəni yazan Mir Külənci Hacı, Şeyx Əhməd Tərazinin vəfatından təxminən 150 il sonra yaşayırdı. O, bu müqəddəməni köçürəndə və ya ona əlavə edəndə müəllifin artıq həyatda olmadığını bildirdi. Bu ibarətlər əslində katibin müəllifə olan hürmətini göstərir. Mətnin oxunuşundakı nüqtə, səfənin aşağısında yazılan cümlə, Böyük Şeyx Əhməd ibn Xudadad Tərazi rəfə Allah qədrəhu fiddarayn kimi bu nadir, burada müəllifin adının bu dua ilə gəlməsi mətn arasında bir cümlə mötərizə kimidir. Yəni katib istinsaqçı müəllifin adını zikr edərkən onun vəfatına işarə edib və məqamına dua edib. Nəticə, hüququnuz var. Bu səhifə və məxsusən o cümlə Şeyx Əhməd Tərazinin vəfatından sonra köçürülmüş bir istinsaq nüsxəsidir. Mir Külənci, yox, mən bunu istəmirdim deyə. Mən istədiyim fərqli bir sözdür. Dostlar, bunu da deyim, qeydaq yenə aynı səfiyyə. Təlif səbəbi. Burada diqqət buyursaz, belə bir şey görürük. Deyir ki, idi. Təlif səbəbi idi. Əzzə və Cəllə həmdidin və Rəsul əleyhissalam nimətidin. Böyük Şeyx Əhməd ibni Xudadad Tərazi rəfə Allah qədrəhu fiddarayn kim bu imarət mühəndisi və bu ibarətnin müdərrisi və oranın filan təqrir qılıb əcəb əql etibarilə burada bir kəlmə işlətmişdi. Nəti təhiyyat, burada bir cümlə işlətmişdi ki, mənə gəldi, bunu istəyir, deyir ki, Tamğay lüsin nütkün yari birlə bəhri qəridin ovraq sahiliğə gətirdi bəlağət şəkeristanının ənva-i sənayi birlə. Burada mənim bir yerdə indi harda deyib bunu yadıma gəlmir, amma nəzərimə gəldi ki, deyir ki, bunu şeyə vermək üçün Sultan Ələkbəkə vermək üçün bunu yazır, amma deyir, onun zamanındadır, hər halda beləsi bir şey oldu. Qalsın. Çox gözəl bir gün geçirdik. Mənə çox gözəl oldu. Bugün iki kitabından tanış olduq. Bir şərh hali Şeyx Əbu Məhəmməd Muhyiddin Seyyid Əbdülqadir Cilani bununla tanış olduq. Səadətnamə ilə özəlliklə tanış olduq. Və o şərh hali Şeyx Əbu Məhəmməd Muhyiddin Seyyid Əbdülqadir Cilanini oxumadıq. Çünki ya 1346-da yazılıbdır ki 60 il bundan qabaq yazılıb, 61 il bundan qabaq, 59 il bundan qabaq yazılıbdır. Ya da 1346-yı qəməridə yazılıb, şəmsi o cür olar, qəməri olsa 100 il bundan qabaq yazılıbdır. Yenə də qısa zamanda yazıldığı üçün onu oxumadıq. Əlbəttə biraz oxuduq, yəni bir-iki səfə oxuduq, axərini oxuduq, əvvəlindən də bir səfə oxuduq, yəni bu qədər oxuduq. Amma bu taza yazılmışdı, hər halda bir dəftər üzündə yazılmışdı, ona görə oxumadıq. Səadətnamədən biraz oxuduq,
Bu da Sultan Süleyman Qanuni zamanında yazılmışdı. Səadətnamə. O da cəlib idi. Amma onu da nədənsə çox bir şey yazmamışam onun haqqında, amma oxumuşuq. Kitab 994-də yazılıbdır. Hicri qəməri, yəni 4453 il bundan öncə yazılıbdır. Hüseyn ibn Məhəmməd yazıb onu. Əlbəttə onu bu gün də oxuduq, yəni çox oxuduq ondan. Yəni bəlkə 30 səhifəyə yaxın oxuduq. 30 səhifə də olmasa 20 səhifə rahatca oxuduq bu kitabdan. Axirdən bir səhifə, əvvəldən də çox uzun ilə dalbadal oxumuşuq gəlibdi. Onu oxuduq. Ondan sonra Funun-ül Bəlağətdən də bir neçə səhifə oxuduq. Çox gözəl bir kitab. Əmir Əli Şir Nəvaidən bir müddət öncə. Bunu da soruşum, ondan sonra bu bərnaməni qutaraq. Əmir Əli Şir Nəvai dövrəsi ilə Terazinin dövrəsi arasında neçə il var? Şeyx Əhməd ibn Xudadad Tərazi və Əmir Əli Şir Nəvai arasındakı zaman fasiləsini dəqiq bəlli etmək üçün hər iki ədibin önəmli tarixlərinə baxmaq lazımdır. Şeyx Əhməd Tərazinin dövrü. Şeyx Əhməd Tərazi özünün məşhur Fənun-ül Bilağə əsərini 842 Hicri ilində Sultan Əlibeyt dövründə təlif edib, o Çağatay ədəbiyyatının Nəvaidən öncəki Piri Nəvai dövrünün ən böyük siması sayılır. Əmir Əli Şir Nəvai 844-də, yəni 100 il. Yox, Əmir Əli Şir Nəvai 844 Hicri ilində anadan olub, yəni 4 il bu kitabdan sonra və onun ədəbi fəaliyyətinin ouc nöqtəsi xəmsəsinin yazılması və divanlarının tərtib olunması, yəni 880, 40, 36 il sonraki illərdə, yəni 9 yazıb burada 88-ci illərdən 906 Hicri ilinə vəfatına qədər davam edib. Tamam. Yəni 888-dən 906-cı iləcən. Yəni oradan 12 il, buradan da 6 il. 18 il davam edibdi. Hər halda 4 il o kitab yazılandan sonra, Funun Bəlağə yazılandan 4 il sonra doğulubdu. Deyək ki 66 il sonra, 62 il sonra da ölübdü. Belə desək yaxşıdır. Zaman fasiləsi. Əgər Şeyx Əhmədin əsərini yazdığı tarix 840 Hicri qəməri Nəvainin ədəbi fəaliyyətinin başlanğıcı ilə müqayisə etsək, təxminən 40 il araları var. Şeyx Əhməd Tərazinin Funun-ül Bəlağəsi Nəvainin böyük əsərlərindən təxminən 40 il öncə meydana gəlib. Nəslin fərqi. Şeyx Əhməd Tərazi Nəvaidən bir nəsl öncəki ədib sayılır. Əslində Nəvai özü də Tərazinin açdığı yoldan və qoyduğu bəlağət qaydalarından böyük bəhrələr aparıb. Önəmli bir nöqtə, sizin əlinizdəki nüsxənin tarixi 898 Hicri olduğuna görə bu nüsxə Şeyx Əhməd Tərazinin özündən təxminən 150 il sonra və Əmir Əli Şir Nəvainin vəfatından, yəni 906 Hicri təxminən 80 il sonra köçürülüb. Bu da göstərir ki, 989-cu ildə, yəni 16-cı əsrin sonlarında Nəvainin şöhrətinə baxmayaraq Şeyx Əhməd Tərazinin bu elmi kitabı hələ də öz əhəmiyyətini qoruyub saxlayırmış və katiblər tərəfindən nəfis şəkildə istinsaq olunurmuş. Tamam. Gözəl bir gün keçirtdik. Allaha min mərtəbə şükür olsun və çox-çox sevinirəm ki, Allah mənə bu imkanı və bu şeyi verdi. Bu günü bu kitablarla geçirtdim və türkü dilimi biraz gücləndirdim. Allah ömür verirsə və səlah görürsə bir ayrı gün, bir ayrı türkü kitablarla xidmətinizdə olaram və